Bütün problemler içinde Azerbaycan batır, məhv olub. Azerbaycanı məhv elədilər bunlar. Millət dilənçi vəziyyətə düşüb. Baxıram cavan gəlinlər hamısı bizon qabı yığırlar. Belində uşaq, qucağında körpə uşaq. Sən buna uşaq pulu versən bunlar bunu eləməz axı. Bunlar niyə görə eşələməlidir, bizon qabı yığırlar, niyə görə? Neft ölkəsiyə biz qaz neft ölkəsi ora bura özü neftimiz de qalxır 130'a kadar qalxıb 130 dolları arada bir 140 dollar olur. Ama bize ne xeyri? Hiçbirimizə bunun xeyri yoxdur ya. Ancaq öz ciblərini güdürlər, ancaq özləri içindir, millət acından ölür. Elə deyir siqnal verin bizə, siqnal. Siqnal var nə qədər var, buradan da siqnal verir, prezidentə siqnal verir. Millət pis gündədir, cəmaat yaşaya bilmir. Adicə bax, veterana sən 80 mal pul versən. Niyə görə? 80 mal nə puldur bax? O gedib ölümün ayağının altına gelip ölümün içine gelip. Muavinətlər var. Sosial muavinətdir, yaşa görə muavinətdir. 220 manat. 3 ildir sən onu qaldırmırsan. Niyə qaldırmırsan? 220 manatla necə dolanar? Amma sən gəlib məmurları 10 dəfə qiymətini qaldırmırsan. 17.145 manat oldu baş nazirin. O əylən baş nazirinə, əyildiyi üçün onu baş nazir qoydular. Bəli, bəli. Yaltaqlama.